Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz yəqin ki, bu müəllimləri tanıdınız. 201 saylı məktəbin direktoru Afaq Əliyevanın işdən azad etdiyi və özləri də iddia edirlər ki, bu onların ifadə azadlığından istifadə etdiklərinə görə onlar işdən azad olunublar. Və bunu Həmkarlar Təşkilatının demələrinə görə, Afaq Əliyevanın dediyinə görə, Həmkarlar Təşkilatının iclasından sonra bu qərar verilib ki, bu müəllimlər məktəb haqqında, məktəbdə baş verənlər haqqında ictimaiyyətə məlumat verdiklərinə görə onlar məktəbin güya qaydalarını pozublar və buna görə də 70C ilə bildiyim qədərilə işdən azad olunublar. Bundan sonra isə bu gördüyünüz müəllimlər Təhsil Nazirliyində oldular, Müddədə oldular. Müddədə Kadrlar İdarəsinin rəisi onları qəbul elədi. Yəni Müddənin direktor müavini onları qəbul elədi kadrlar siyasəti üzrə və bildirdi ki, bu məsələ ilə bağlı, indi onlar onu özləri deyəcəklər, amma onlara deyib ki, siz gedib mediasiya üzrə müraciət eləyə və məhkəməyə müraciət eləyə bilərsiniz. Bugün isə həmin məktəbdən Afaq Əliyeva tərəfindən bir zamanlar şərlənərək məktəbdən çıxarılan Sveta xanımın məhkəməsindən gəlirlər ki, və bu şəxslər həmin məhkəmədə iştirak ediblər və məhkəmə Afaq Əliyevanın əleyhinə qərar verilib ki, Afaq Əliyeva cərimələnib. Niyə? Çünki müəllimləri məcbur eləyibdir ki, onlar Sveta xanımın əleyhinə ifadələr versinlər, şantaj məsələlərində üzə dursunlar, onlarsa bunu etməyiblər. İndi bu haqda Salih müəllim danışsın və desin ki, nə baş verib. Salih müəllim, buyurun, eşidirəm sizi. Salih müəllim Məmmədovdur familiyanız. Məmmədov Salih. Yenidən mətbuata çıxmamızın səbəbi bizi Təhsil Naziri Emin Əmrulayevin ikinci brifinqdə yeni təhsilin başlanması ilə qədər keçirdiyi brifinqdə jurnalistin 201 nömrəli məktəbdə biz 3 müəllimin qanunsuz işdən çıxarılması ilə qədər direktorun özbaşınalıq hərəkətlərlə qədər verdiyi suala Emin Əmrullayev cavab verdi ki, direktor çox səhv olaraq qərar verib, biz müəllimlərin yanındayıq, müəllimlər səbirli olsunlar, haqq ədalət 201 nömrəli məktəbdə öz yerini tapacaq. Bununla əlaqədar biz ayın 19-u məni 3 müəllimlər adından Agentliyin Kadrlar Şöbəsinin direktor müavini Aslan müəllim qəbul elədi. Aslan müəllim dedi ki, bu haqda biz çox bilirik. Yəni onların bir ildə 2 ilə yaxın gedən bu çəkişmədən, hər şeydən də xəbərləri var. Biz hər şeyi bilirik. Ancaq müəllim, biz sizə heç nə eləmədik. Niyə? Səbəb nəyi göstərir? Məktəbə, yalnız məhkəməyə müraciət edin. Ancaq mən orada dedim ki, o gün 308 saylı məktəbin direktorunu yayılan səs ifadəsinə görə işdən azad elədilər və haqlı da elədilər. Belə başa düşdüm ki, Aslan müəllimin bu dediyindən biz belə başa düşdük ki, Afaqın dediyi kimi bizim əmrimizi verəndə demişdi ki, mənim arxamda Təhsil Naziri durub o göstəriş verib, mən də onun əsasında çıxartmışam. Biz bu qənaətə gəldik ki, deməli bu işin başında Emin Əmrullayev bizə yalan vəd verir ki, sizin yanınızdayıq, haqq ədalət yerini tapacaq. Bu yandan da Emin Əmrullayev Afaq xanıma verdiyi sözün üstündə durur ki, nə edirsən elə, biz sənin arxandayıq. Ona görə də biz məcbur olduq yenidən mediaya müraciət edək ki, bu qanunsuzların qarşısı alınsın, bunların haqqında ciddi tədbirlər görülsün. Bu cümlədən Afaq, biz orada hər bir vətəndaşın azad söz ifadəsi verməyə ixtiyarı var. Biz orada dövlətə, dövlətçiliyə qarşı heç bir başqa söz deməmişik. Orada Afaq xanımın qanunsuz əməllərindən söhbət açmışıq. Əgər orada biz başqa söz demişiksə, versin məhkəməyə, biz hazırıq onun qarşısında durmağa. Bu cümlədən bugün Afaq xanımın verdiyi sözlərdən o 13 nəfər Prezident Administrasiyasına, Fərəx xanıma, Təhsil Nazirinə şikayətimizdən sonra onların yeganə irəyi olub ki, bunlar getdikcə çoxalacaq. Bunun qarşısında eləyək, bu 3 müəllimi çıxardaq ki, o bir müəllimlər də qorxsun. Hətta bizi çıxardandan sonra dərs ilinin başlanmasına qalmış
pedaqoji şura keçirilərkən AFAQ orada deyib ki, kim səsini çıxarsa, o 3 müəllimin aqibəti onu da gözləyir. Ona görə də müəllimlər bugün həvəslə, fərəh hissi ilə məktəbə gəlmir, hamısı qorxu içində gəlir. Ona görə də o məktəbdə heç bir keyfiyyətdən, təlimdən, tərbiyədən danışmağa dəyməz. Buna görə də biz Emin Əmiroğlu'ya deyirik ki, demək bizi ağırladan, siz olduğunuz yalan vəd verdiniz, sizin yanınızdayıq. Ancaq bugün biz yenə də boş qalmışıq, bizim haqqımızda heç bir tədbir görülmür. Biz əvvəlcə elə bilirdik Eşqin müəllimdir, ancaq Aslan müəllim dediyindən, cavabından sonra bildik ki, bu işin arxasında duran Emin Əmiroğlu'nun özüdür. Hətta onu AFAQ həm də təsdiq edir ki, nazir göstəriş verir, mən də onun əsasında onları çıxartmışam. Mən buradan üzümü hörmətli prezidentimiz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevə müraciət edir ki, Təhsil Nazirliyi haqqında bir tədbir görülsün. Bugün Təhsil Nazirliyinin qanunları əməl olunmur. Emin Əmiroğlu öz qanunları idarə elədiyi kimi, AFAQ da 201 məktəbdə hegemonluq edib öz qanunlarla idarə edir. Buna sübut olaraq dərs saatlarının bölgüsündə bu yaxınlarda bizə dəqiq olan məlumata görə direktor müavini qala biologiya müəllimi Yeganə Musayevə dərs saatlarını 1 saatını 100 manatdan sataraq müəllimlərə dərs saatı satırlar. Çünki STEM dərsləri əslində əmək müəllimlərinə verilməlidir. Əmək müəllimlərinin 8-9 saat dərsi olurlar, rus dili, tarix müəllimi, ədəbiyyat müəllimlərinə STEM dərsi verir. Bu nəyin qarşısında olur? Hərəsində 30 saat, 28. Çünki hamısı 1 saatı 100 manata satırır. Bu da arxasında kimsə durur var ki, bu cür 2 ilə yaxın hegemonluğun qarşısında heç kim ona güldən ağır söz demirlər. Bugün mən sertifikasiyadan keçməyən Günlərə İskəndərovaya bugün 27-29 saat dərs verib. Hansı qanuna sığır ki, bu sertifikasiyadan keçən yüksək bal toplayan müəllimlərə 7-9 saat dərs verir. Keçməyən müəllimə Günlərə İskəndərova 27 saatı. Bu harda görünüb? Hansı qanunu? Günaydın Təranə üzünə onun yanında olduğu üçün mən indi orada göstərir ki, həmkarlar, mən yenə deyirəm, mən həmkarlar üzvü olmamışam. 15 iyundan çıxmışam. Mən orada təşkilata da xəbərdar eləmişəm. Mən həmkarların üzvü ilə çıxmışam. Siz mən məsələni müzakirə edə bilməzsiniz. Ancaq Nizami rayon təşkilatı sübut müəllimə demişəm. Sübut müəllimə deyir ki, qanunsuz eləyiblər. Bu haqda ölçü götürəcək. Sübut müəllim də Günaydın Təran haqqında heç bir tədbir görmür. Görünür ki, bunun arxasında kimlərsə tapşırıqlar verirlər, kiminsə arxan eləyirlər ki, bunlar da onun qarşısında heç bir tədbir görəmir. Bir daha üzümü tutub, hörmətli prezidentimiz İlham Əliyev cənablarına bizim son ümid yerimiz sizsiniz. Mehriban xanıma ümid eləyir ki, bu haqda Təhsil Qanunu Naziri haqqında ciddi tədbir görəcəksiniz və bizim işə fəaliyyətimizə qayıtmamıza yaxından köməklik edəcəksiniz. Çox sağ olun. Lalə Şəfəqətova, bildiyiniz kimi axırıncı brifinqdən Emin Əmiroğlu'nun sözləri danışarkən dedi ki, biz müəllimlərin yanındayıq. Mən də bilirəm ki, bu bir səhvdir. Bu 201-in problemidir və biz bunu həll edəcəyik. Mən çox ümidləndim və inandım ki, bu tez bir zamanda həll olunacaq. Amma görünür ki, heç həll olunmağa da oxşamır. Yəni, söz verirlər, amma etmədilər. Amma siz bizim yanımızda olmanız, cənab nazir. 308-in direktoru bircə kəlmə sözü ilə bir günün içində araşdırma verildi və onun işinə xitam verdiniz. Məni cinayəti sürükləyən direktorun səs yazılarını təqdim elədim, 3-4 səs yazılarını. 4 aydır, 4-5 aydır bu söhbət gedir, araşdırma gedir, həmə araşdırmanın nəticəsi yoxdur. Nə etdiniz, nə tədbir gördünüz bu barədə? Deyirsiniz ki, jurnalist orada sual verəndə sizə, dediniz ki, siz iddia olunur. Siz də deyə bilməzsiniz o qanunsuzdur. Necə qanunsuzdur ki, bu günləri hal-hazırda Suraxanı rayon məhkəməsi, bəli, qanunsuz deyil. Həmin o məsələ ilə bağlı, 3 noyabr hadisəsi ilə bağlı, Listovka məsələsi ilə bağlı, Valih Cəbrailova 500 və digərlərinə 500 manat və 300 manat arasında cərimə kəsildi. Necə bu qanunsuzdur?
Afaq Əliyeva yox, 8 müəllimidir. Təhrik eləmişdi. Hə, bəli, onlar onun təhrikinə məruz qalıb. Təhrik eləyənə cəza vermədilər. O təhrik eləyən deməli Afaq Əliyeva barəsində Nərimanov rayon məhkəməsində və Xəzər rayon məhkəməsində hazırda icraatda olan iddia işləri var. İnşallah onlar da müvəffəqiyyətlə qutaracaq. Hə. Mən bir əskər anasıyam. Oğlum yenə Muravdadır və hələ oğlum elə indiyə kimi xəbəri yoxdur ki, onun anası hələ işsizdir. Yəni işdən çıxarılıbdır. Demişəm ki, uşaq əskərlikdədir, bu qaralmasın. Yəni o çətin bir məqamdadır. Hal-hazırda mən özüm də belə bir güclü bir nətər deyim, imkanım da yoxdur. Özüm də kirayədə də qalıram. 3 ailə başçısını çörəksiz qoymaq bu nə dərəcədə doğrudur? Niyə bu cür qanunsuzluğa göz yumulur, mən başa aça bilmirəm. Sadəcə olaraq cənab prezidentə İlham Əliyeva və vitse-prezident xanım Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, bizim səsimizə səs verin. Bu 3 müəllimin hüquqlarını bərpa edəsiniz. Biz də bilirik ki, məhkəmə yolu ilə geri qayıdacağıq, çox rahat bilirik. Amma biz niyə görə məhkəmə yoluna? Axı bunu qanun da icazə verir ki, əgər qanunsuzluq baş veribsə bizi geri qaytara bilərlər, rahat geri qaytara bilərlər. Həll eləyə bilər. Amma niyə buna göz yumulur, mən başa çıxmıram. Bu da o deməkdir ki, demək Afaq düz eləyir də deməli. Deməli Afaqın etdiyi hərəkətlər düzdür. Siz onu rəvac verirsiniz. Bu hərəkətlərinizlə rəvac verirsiniz ki, Afaq Əliyeva düz edib 3 müəllimi işdən çıxardıb. Axı biz konstitusiya hüquqlarından istifadə etmişik. Biz onun qanunsuz əməllərini yuxarı təşkilata müraciət etmişik və müsahibə vermişik. Nə böyük bir iş görmüşük ki, siz bizi işdən çıxartdırmısınız. Bu qədər. Emin Əmrallayev orada göstərir ki, bu qanunsuz çıxarılıb müəllimlər. Bu qanunsuz direktor səhv eləyib. Əgər direktor səhv eləyibsə, bu direktor haqqında nə tədbir görmür? Bizim qanunsuz çıxarımımızla əlaqədar Aslan müəllim deyir ki, biz yoxlama aparacağıq. Bizim qanunsuz əməllərimizlə əlaqədar məktəbdə nə yoxlama aparır? Yoxlama zat yalandır. Onlar vaxt uzatmaq istəyir. Afaq xanıma vaxt verirlər ki, öz işlərsinin qaydasına salsın, sabah onun haqqında heç bir cəza tədbir görməsinlər. Mən də bu müəllimə yoldaşlarımın dedikləri ilə hamısını təsdiqləyirəm. İkinci dəfə təkrar eləmək istəmirəm. Çünki təkrar eləməyə də ehtiyac da yoxdur. Onlar dedilər sözlərini. Ancaq mən bunu belə deyə bilərəm ki, biz hələ xitam verməmişdən bir gün qabaq sinifdə otaqda oturmuşdum Qasımzadə Aynur müəllimə ilə. Bir də gördük ki, otaqdan səs gəlir. Götürüb telefonu xadimələrə verir, özünün yanında amilə işləyir. Götürüb də divanın otaqda 2 xadimə, bir Azərbaycan dili müəlliməsi var, Təranə müəllimə. Orada otaqda oturarkən gəlir amilə onları otaqdan çıxardır. Telefonu qoyur divanın böyründən, deyir, səs yazdırır. Müəllimələrin səsini yazdırır ki, görüm nə danışırlar. Onların nə ixtiyarı var ki, bizim səsimizi yazsınlar? Bəlkə biz aləmiz haqqında danışırıq, bəlkə biz nəsə özümüz haqqımızda danışırıq. O bizim səs yazılarını bizə özləri aparır, gizlin gedib qulaq asırlar. Əmək otaqlarında, Aybəniz müəllimənin otağında da aparıb birində qoyublar TikToka, yayıblar səs yazılarımızı. Nə üçün? Orada nə demişik? 13 müəllim öz ərizə ilə yazıblar ki, ondan şikayət ediblər Afaqdan. Onlar da öz vəkilini gətiribdir, yanında otuzdurub, deyibdir ki, müəllimələri, siz ərizəni geri alın. Biz də orada Salih müəllimə dedik ki, zəng vura, birinci Svetlana müəllimə görə zəng vurduq, çünki qanunları bilir. Onlardan xahiş elədik ki, biz nə edə bilərik? Onlar da dedi ki, dövlətin əli ilə işinizi görün, zəng vurun, 102-yə xəbər eləyin. Prokuratura ilə müəllimələri qorxuzdururlar, mənə ağzına gələni deyir, xuliqan adı verib mənə. Nə xuliqanlıq eləmişəm məktəbdə? Şəkili mənə dərsdəydim, hələ bu dərs keçən ildən danışıram da, yəni dərs may ayları idi. Mənə dərsin ortasında
katibəyə zəng vurdu Şəmsiyə ki, səni Afaq müəllimə çağırır. Düşdüm aşağı, girdim otağa, dərsin ortasında. Gəlmişəm, deyir ki, başladı ki, sən sertifikasiyadan keçmədin, bu ildə keçməsən səni belə sözlərlə məni pişirmək istədi ki, mənə dedi ki, şəkillər var, git Günaydın təranə ilə o şəkilləri paylaşdır. Mən də dedim ki, mən elə qələtləri eləyə bilmərəm. Dedi, paylaşdırın, sonra deyən ki, Svetlana müəllim eləyir, Svetlananın üzünə durarsınız, onu tutturarıq. Mən də dedim ki, mən o qələtləri eləyə bilmərəm. Mən o hərəkət, ona görə də onun məni görməyə gözü olmadı. Ona görə də o məni bax beləcənə prinsip apardı. Məni bəli. Çünki gəlib yoxlamırlar, gəlib baxmırlar, müəllimləri gəlib dindirmirlər. Müəllimələr də hamısı qorxur ki, bizim kimi onlar da işdən çıxacaqdı. Hər dəfə müəllimələrdən çoxu bizə zəng vururlar ki, bu işin məsələnin axırı nə oldu? Nə oldu? Hamı qorxu içindədir. Neçə gün müəllimlər otağını bağladı, müəllimləri qoymadılar müəllimlər otağında oturmağa. Müəllimlər hamısı bu saat stres içindədir, həyəcan içindədir. Müəllimlər hamısı qorxa-qorxa məktəbə gəlirlər. Deyirlər ki, məktəbə getməksə bir neçə müəllimə də istəyir öz ərizəsi ilə məktəbdən çıxsın. Ancaq bunların qabağına da dururlar ki, niyə çıxırsan, nə səbəbə çıxırsan, nə eləmsən ki, işdən çıxırsan ki? Neçə müəllimə başının insult alıb əsəbdən, nervidən, hamısında kağızları var. Gəlin də, gəlin yoxlasınlar, görsünlər o məktəbdə nələr baş verir. Müəllimlərin sağlamlığı. Bəli, sağlamlığı ilə gəlin görün nələr verir. Svetlana müəlliməyə o qədər ki, haqsızlıq elədilər ki, Svetlana müəllimənin özü xəstə düşübdü. Adı nədir o? Xərçək xəstəliyi, onkoloji xəstəlik tutubdu. Nəyə görə? Hamının evlə ailəsi, uşağı. Bu qədər də haqsızlıq olarmı? Mən buradan cənab prezidentimə üst tuturam. Ondan çox xahiş edirəm ki, bu məsələyə baxdırsın, gəlsin bizim məktəbə, görsün ki, bizim məktəbdə nə baş verir. Çünki bizim məktəbə baxan yoxdur. Afaqın da arxasında kimsə durubdur. Ona görə də ona heç kəs toxuna bilmir. Bilə bilmirəm ki, bunun arxasında kim durubdur? Kim durubdur, bilmirəm. Bilə bilmirəm. Xahiş edirəm. Cənab prezident, sizdən çox xahiş edirəm. Bu məsələyə özünüz diqqət yetirəsiniz, nəzarətə götürəsiniz. Çox xahiş edirəm. Çünki məktəbdə pərəm-pərəmdir. Müəllimlər bir-biri ilə danışmağa qorxurlar. Müəllimlər bir-biri ilə söhbət edir. Gör nə gündədir ki, müəllimlərin hansı ki 13 nəfər ki ərizə yazıb, Afaqdan yazıb şikayət edənlərə 7 saat, 12 saat, 9 saat hələ çağırıb da ona hədə qorxu gəlir. Müəllimin adını tutmurlar ha. Müəllimin adını tutmur Afaq. Deyir, bu sənin otağında nə işi qalıbdı? Bu sənin deyir otağında nə işi qalıbdı? Gör nə qədər dərsin azaldıqdı təzən 2 saat. Niyə bu qədər haqsızlıqdır? Çox sağ olun. Bu saat hər sinfə indi müəllimlər otağına kimi hər sinfə səs yazan qoyubdu ki, müəllimləri nəzarətdə saxlasın. Kim bəli, qeyri-qanunidir. Amma hər sinifdə bu saat həm müəllimlər otağına, həm kamera da yerləşdirib, həm səs yazan yerləşdirib. Bundan da əlavə dedi ki, əmrimizdə yazıb ki, təhsil verənlər etik davranış qaydalarını pozublar. Başa düşmədim. Bu etik davranış qaydaları yalnız məzlum müəllimlərə aiddir, direktorlara aid deyil. Onun etdikləri etik davranış qaydasının pozuntusu sayılmır. Direktor bənim özü müəllim sayılmır. Onun üçün niyə ölçü götürülmür? Niyə bir tədbir görülmür? Salam. Deməli, mən üzümü Emin Əmrullayevə tuturam. Yəqin ki, o da eşidəcək bu deyilən iradların hamısını. Nəyə görə bu hallar baş verir, hörmətli nazir? Çünki siz yerinizdə deyilsiniz. Siz işləməyi bacarmırsınız. Siz səriştəsiz adamları gətirib, təhsildən xəbəri olmayan adamları gətirib məktəb direktoru qoymuşsunuz. Həmin məktəb direktorları da cinayətlə, qanunsuzluğu bir-birinə qarışdırıblar. Eşitdiniz nə dedi? Deməli, məktəbdə siniflərə müəllimlərdən xəbərsiz. Bunların əksəriyyəti qadın müəllimdir. Qadınla bilirsiniz ki, hansı söhbətləri eləyə bilər. Bunların otaqlarına aparıb səs yazma cihazları qoyurlar, telefon aparatları qoyurlar və sonra onların səslərini yazırlar.
TikTokda, nə bilim başqa sosial şəbəkələrdə paylaşırlar. Və siz bu qanunsuzluq deyil, bu etik davranışın pozulması deyil, hörmətli nazir. Mən indi üzümü yenə sizə tuturam. Siz keçən briefingdə jurnalistə bildirdiniz ki, o dedikləriniz hamısı iraddır. Mən indi sizə bax, əlimdə sənədlər var. Bunlar hamısı 7 məhkəmə qətnaməsidir. Bunun 3-ü birbaşa AFAQ-ın özü haqqındadır. Xəzər rayon məhkəməsi, Bakı Apellyasiya məhkəməsi, Ali məhkəmənin deməli mülki kollegiyası, AFAQ Əliyevanın siz o təriflədiyiniz təhsil verənlərin etik davranış qaydalarını kobud sürətdə pozduğunu, Hüseynova Svetlana'nın şərəf ləyaqətinin nalayiq formada alçaltdığını təsdiq edən qətnamələr qəbul ediliblər. Və həmin qətnamələrdə AFAQ Əliyeva təzminat üçün cərimə edilib. AFAQ Əliyevaya təkzib edilməsi üçün imkan verilib. Bu nə deməkdir? Siz qətnamə istəyirdiniz, yoxsa iddia istəyirdiniz? Bu qətnamədir. Siz onun haqqında nəyə görə tədbir görmüşsünüz? Siz gözləyirsiniz ki, mən sizin haqqınızda, Eşqi Bağırov haqqında və Bakı Şəhər Təhsil İdarəsinin rəisi haqqında İnzibati İqtisadi Məhkəməyə müraciət edeyim. Sizin qanunsuzluğunuzu məhz qanun yolu ilə sübut edeyim, onu da eləyəcəm. Əgər siz qanuna riayət eləməsəniz, siz ölkəmizin konstitusiyası var. Konstitusiya dəyərlərinə əhəmiyyət vermirsiniz. Məktəbdə baş alıb gedən müəllimlərin hüquqlarının pozulmasına əhəmiyyət vermirsiniz. Yalandan bildirirsiniz ki, siz onların yanındasınız. Siz əslində onların yox, AFAQ Əliyevanın arxasındasınız. Çünki AFAQ Əliyeva da müəllimlər dediyi kimi pedaqoji şurada elan eləyib ki, kim mənim qarşıma çıxsa, mən onu əzəcəm. Bax, 3 müəllimin taleyi onları gözləyir. Svetlana Hüseynovanın taleyi onu gözləyir, onları gözləyir. Siz Svetlana Hüseynovanın da işdən qanunsuz çıxarılmasına şərait yaradanlardan birisiniz. AFAQ Əliyeva 40 nəfər müəllimi təhrik edərək Svetlana Hüseynova barəsində Baş Prokurorluğa, Korrupsiya Qarşı Mübarizə İdarəsinə şikayətlər yazdırmışdı. Həmin şikayətlər əsasında Korrupsiya Baş İdarəsində cinayət işi açıldı. Həmin cinayət işində cavabdeh şəxslər, cinayət törədən şəxslər cəlb edildi. Dövlətə 25 min, 30 min manata yaxın pul ödəndi. Bunu ödətdirən kimdir? Svetlana Hüseynovadır. Və bugün işsiz qalan kimdir? Yenə Svetlana Hüseynovadır. Cənab nazir, işləmək olar, ancaq qanunlarla işləmək lazımdır. Siz isə qanunlarla işləmişsiniz. Mən sizi qanunlarla işləməyə dəvət edirəm. Əks halda biz məhkəmədə görüşəcəyik. Və mən məcburam ki, cənab prezidentdən xahiş edirəm ki, sizin toxunulmazlıq hüququnuzu ləğv eləsin və sizlə biz məhkəmədə təkbətək üzbəyüz görüşək. Sağ olun. Svetlana müəlliməni müəllimlərin əli ilə o işdən çıxartdırdı. Bilirsinizmi niyə? O saldı hamını kompüter otağına, müəllimlərin hamısını yığdı ora. Ərzəni yazdırdı, hamısı bir-birimizdən köçürtdü, böhtər xarakterindəki, o bizdən güya pul alıbdı, məcbur elədi, dedi ki, əgər siz yazmasanız, sizin hamınızı işdən çıxardacam. Bakı Baş Təhsil İdarəsi Bakını çağırmışdı otağa. Bəli. Bakı Baş Təhsilin daxili nəzarətin Bakı müəllim çağırmışdı. Bakı müəllimin vasitəsilə müəllimləri kompüter otağında təhdid eləyirdi ki, bu cür Svetlana qarşı biz əgər bugünkü günü Svetlana haqqında əvvəlki vaxtda desəydik, həmin bu işdən çıxarmamız o vaxt olacaqdı. Biz məcbur olduq. Mənə deyir ki, uşaqlar öyrət, Cəmalə müəlliməni yıxsın, vursun, şəklini çək, mənə göndər, mən onu çək. Mən bunu eləmədiyim üçün bugün küçələrdə qalmışıq, işdən azad olunmuşuq. Bu saat müəllimlər... Necə eləsin? Necə eləsin? Cəmalə müəllimə... Cəmalə müəllimə kimdir? Tarix müəllimə. İndi mən Aslan müəllimə də sual... Bəli. Elmlər doktorudur. Mən Aslan müəllimə də sual verdim ki, Aslan müəllim, sinifdə dərsim olmuyor. Mən orada sinif rəhbəri ola bilərəmmi? Dedi, xeyr. Mənə ictimai əsaslarla 9 sinifinin, C sinifinin sinif rəhbərini vermişdi. Orada da Cəmalə müəllim dərs deyirdi. Cəmalə müəllim haqqında neçə dəfə töhmət, şifahi yazılı məlumatlar vermişdi. Cəmalə müəllim məhkəmə ilə onların hamısını ləğv etmişdi. Ona görə də onun qorxusu bir də mənə deyirdi, Nərman müəllimin vaxtında, Nərman müəllimin yanında, öz otağında mənə çağırdı ki, 3-4 uşağı öyrət, Cəmalə müəllimə toxunsun, ona əl qaldırsın, bir uşaq da kənardan çəksin, gətir mənə ver. Mən onu eləmədiyim üçün mənim haqqımda bu cür tədbirlər görür.
Kriminaldır da məktəbdə. Deyir mənə diktator deyir. Bəs diktator deyirsən nəsən? 3 müəllimi 1 saatda işdən çıxardan diktatordan betər bir addır. Hələ yaxşı ki diktator demişiksə. Sağ olun. Çox sağ olun. Allah razı olsun. Yenə də mən üzümü tuturam cənab prezidentimə, Mehriban xanıma üzümü tuturam. Xahiş eləyirəm. Dönə-dönə xahiş eləyirəm ki, bu işdən özləri əmrini versin, bu işlə məşğul olsunlar. Görsünlər ki, bizim məktəb nə haldadır, nə gündədir. Qorxun içində, həyəcan içində, stres içində. Neçə müəlliməmiz başdan insult olubdu bizim məktəbdə. Hamısına hədə qorxu gələ-gələ, barmağı ilə hədəliyə-hədəliyə. Biz harada yaşayırıq? O dövlətin məktəbidir. Onun məktəbi deyil. Bizi bu günlərə qoysun. Dövlətin məktəbidir o. Çox sağ olun. Aslan müəllim mənə deyir ki, biz bilirik ki, o məktəbdə təlim, tərbiyə pis vəziyyətdədir. Sərbəstlik yoxdur. Yaxşı bunu bilirsinizsə, keyfiyyət yoxsa, bu 1 il yarımın ərzində hansı şey bilirsiniz? Niyə bu haqqında tədbir? Yaxşı çıxartmaq istəmirsiniz, yaxşı. APAQ-ı çox istəyirsinizsə, aparın agentliyə, Təhsil Nazirliyinə gətirin, işə qoyun. Qoy məktəb, Keçlə elə-belə kənd deyil, Keçlə qədimi kənddir. Orada tarix elmləri doktoru Vəli Məmmədov kimi şəxsiyyətlər yetişib. Keçlə niyə göz ucuyla baxırlar? Keçlə qədimi kənddir. Keçlənin mədəniyyəti, irsi ən böyük tarixi məlufu olan bir kənddir. Ona görə o Keçləyə göz qırağıyla baxmaq olmaz. Sağ olun. Valideynlər də hamısı şikayətdədir. Valideynlər də istəmir. Deyir, yığılmışıq boğaza. Bu nədir? Dərs keçirilmir. Bütün günü məhkəmələrdədir. Bütün günü müəllimləri yanına alır. Bütün günü məhkəmələri daşdırır. Özüm də gedirdim. İndi getmədiyim üçün deyir, iti görüm, qurdu görüm, səni görməyim. Nə üçün? Niyə haqsızlıq olsun ki? Niyə mən başqa müəlliməyə şər atım, böhtan atım? Niyə? Hamının övladı var. Bu dünyada hamı görməmiş bu həyatdan gedən deyil bu şər böhtanı. Hüseyn Salmanovanın vaxtında 6-7-ci sinif 1-ci sinifə kontingent uşaq yığılırsa, bugün 2 sinif yığılmır. 10 metr yaxınında olan valideynlər uşağı götürüb 200 metr, 500 metr, 1 kilometr başqa məktəblərə aparırlar. 1 il yarımda 180 uşaq məktəbdən çıxarılıb. Bu nə deməkdir? Deməli, üzr istəyirəm. Ayın 15-i məktəb açılan günü Nizami rayon icra hakimiyyəti başçısı 227-yə gəldi təbrik üçün uşaqlar. Həmişə bizim məktəbə gələrdilər açılışa. Amma bu səfər heç bir yuxarı dairənin işçilərindən biri məktəbimizə dəvət gəlmirlər. Çünki AFAQ-ın kim olduğunu çox qəşəng bilirlər. Hamı indi 227-yə gəlir. Bütün iclasları, bütün nə kimi, yəni Keçlə ilə bağlı, Nizami rayonla bağlı nə tədbir varsa 227-yə gedirlər artıq. Artıq yəni yuxarı dairənin təşkilatçıları onun kim olduğunu bilir. Bəs niyə görə siz saxlayırsınız belə bir insanı necə saxlamaq olar? Mənə çatmadı. Sağ olun. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, gördüyünüz bu şəxslər 201 saylı məktəbin müəllimləridir və onlar iddia edirlər ki, onları məktəbdən qovublar. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə.